Bu günlərdə süni intellekt proqramlarına artan marağı görürəm və bu məni narahat edir. Çünki insanların artıq Allahdan məsləhət almaq və dua etmək yerinə süni intellekt proqramlarına müraciət etməsi, düşünmək və öyrənmək əvəzinə asan olana qaçması məni müqəddəs kitabın fikirlərinə yönəltdi. Allahın sözündə deyilir: Gəl birgə düşünək. Allah insanı düşünməyə, çıxış yolunu onda axtarmağa çağırır. Sonra deyilir: Nə bəxtiyardır Allahından kömək alan kəs, ümidini yalnız Allaha bağlayan kəs. Bəxtiyar o insandır ki, o Rəbbindən kömək istəyir, onunla məsləhətləşir və onun sözlərini özünə əsas tutur. Yazılır ki, düzgün məsləhət verilməyən yerdə xalq yıxılar. Yenə yazılır: Rəbdən məsləhət almayanları, Rəbbin yolundan dönənləri, ona müraciət etməyənləri Rəbb yox edəcək. Dəhşətli səslənən bu sözlər bugün bizi oyatmaq üçün yenidən səslənir. Süni intellekt bir çox sahələrdə insanlara kömək etsə də, onu həyatımızın mərkəzinə qoymaq, düşünmə qabiliyyətini zəiflədir, Rəbblə ünsiyyətdən ayırır və kəlamı araşdırma bacarığının itirilməsinə gətirib çıxarır. Bu tənbəlliyə səbəb olur, beyni kütləşdirir. Zamanla insan nəinki Allahın iradəsini anlamır, hətta onu təsdiqləməyən hər kəslə əlaqəsini kəsən egoist birinə çevrilir. Kimin ağlı varsa, qoy buna fikir versin, qoy Rəbbin məhəbbətini dərk etsin. Deyən sözlər bizi canı və hissləri olmayan bir texnikaya deyil, yaradılışın mənbəyi olan Rəbbə ağılla ibadət etməyə yönəldir. Çünki o texnika sönə, sıradan çıxa və ya yox ola bilər. Amma Məgər sən bilmirsən, məgər eşitməmisən? Rəbb əbədi Allahdır. Odur bütün dünyanı yaradan. Nə yorulur, nə taqətdən düşür. Onun ağlı dərk edilməzdir. Allah əbədi olaraq var və onun hikməti dərk edilməzdir. Əzizlərim, süni intellekt proqramları çox yaxşıdır. Çətin zamanlarda bizə vaxt qazanmaqda kömək edir. Amma həyatımızı onun üzərində qurmaq, planlarımızı Allaha deyil, ona demək və onunla məsləhətləşmək yaxşı bir seçim deyil. Çünki o sadəcə bir maşındır, canlı deyil, hiss edə bilmir. Amma Allah canlıdır və səni çox sevir. Yaradanına bağlan sevimli dostum, həyatını ona etibar et.